Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyyə bədə, əmmə bəd. Demək, davam edirik. Üç əsas risaləsini Şeyxülislam Muhammed ibn Abdülvahhab rahimehullahın və bugün də 16-cı dərsdir. Və üçüncü əsasa keçirik bugün. Birinci əsas Allahı tanımaqdır, ikinci Allahın dinini tanımaqdır dəlillərlə və üçüncü əsas da bugün götürdüyümüz Əl-Asl-ı Səlis Mərifətü Nəbiyyikum Muhammed sallallahu aleyhi ve sellem. Muhammed Peyğəmbərimizi sallallahu aleyhi ve sellem tanımaq. Bu üçüncü nədir? Əsasdır. Deyir ki, və mərifətü nəbiyyinə Muhammed sallallahu aleyhi ve sellem hiyə əhədul usulü sələsə. Bu üç əsasdan biridir. Muhammed sallallahu aleyhi ve sellem Peyğəmbəri tanımaq. Fəkəmə ennəl asləl əvvəl huvə mərifətullahi azim. Necə ki, birinci üsul, birinci əsas əzəmətli Allahı tanımaqdır və onun tanınması vacibdir. Eyni də ikinci əsil, ikinci əsas İslam dinini tanımaq olduğu kimi, hansı ki Allah Taala bizi yaradıb və bizi ibadət etdirib, yəni bu dindən, bu da əzəmətli bir əsasdır, vacibdir bunu da bilmək. Eləcə də yəni üçüncü əsas hansı ki Peyğəmbərini Muhammed sallallahu aleyhi ve sellem'i tanımaqdır. Bu da yəni əzəmətli bir əsasdır, vacibdir bunu da bilmək. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem bizimlə Allah Teala arasında nədir? Vasitədir. Və la usul lana və la ittila lana və la tariq lana və la na'rifu ma yuncina min ghadabillahi və iqabihi və yuqarribuna min ridallahi və savabihi illə bima jabihi nebiyyina Muhammed sallallahu aleyhi ve sellem. Çünki Allaha tərəf çatmaq, onun yoluna düşmək, bilmək ümumiyyətlə Allah Taala nəyə qəzəblənir, nəyə cəza verir, ondan xilas olmaq üçün və həmçinin neydən razıdır, nə ilə Allaha yaxınlaşmaq olur, nə ilə Allahın savabını qazanmaq olur. Bunların hamısının yolu yalnız nədir? Bir yoldur. O da Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin yoludur. Yəni onun vasitəsilə bu şeyləri öyrənirik. Demək ki, bu əsas, yəni əzəmətli və vacib olan əsasdır. Və izə kənə kəzəlik ərafnə və şəkəvni mərifətihi. Belə olduğu halda biz başa düşürük ki, yəni bunun mühümlüyü nədir? Üç əsasdan biri nəyə görə budur? Hansı ki, vacibdir bunu da öyrənmək. Birinci və ikinci əsas kimi. Çünki bu ortaqdır, vasitədir. O mərifətü tantəzimu əşya adidə və deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem'i tanımaq öz əhatəsinə bir neçə şeylər salır. Onlardan biri Peyğəmbər sallallahu aleyhi ve sellem'i tanımaq nədir? Onun adını bilmək, onun nəsəbini, onun yaşını, dünyadakı qaldığı halı, həmçinin vəfatını bilmək və nə ilə göndərilib Peyğəmbər olub, nə ilə Rəsul olub, yəni hansı halda Peyğəmbərlik verilib, hansı halda Rəsul risalət verilib və ölkəsi hara olub və hara hicrət edib. Yəni bunların hamısını bilməyi nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem tanımağa daxildir. Yəni üçüncü əsasa daxildir. Və üçüncü əsas dedi ki, Muhammed sallallahu aleyhi ve sellem Peyğəmbər olaraq tanımaq, hansı ki o Muhammed ibn Abdullah, ibn Abdülmuttalib, ibn Həşim. Həşim də Qureyşdən sayılır, Qureyş də ərəblərdəndir. Vəl-Ərəb min zurriyyət İsmail ibn İbrahim el-Xalil və ərəblər də İbrahim oğlu İsmail zürriyyətindəndir. Aleyhi və alə nəbiyyinə afdaləs salatu vəssalam. Və deyir, ona və onun zürriyyətinə və Peyğəmbərimizə ən əfsəl salavat olsun və salam olsun. Və deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin adları çoxdur. Ən məşhuru nədir? Muhammeddir. Və lihəzə cəə fil Qur'an bihəzəl ismi alə vəşi tənvih. Və bu səbəbdən də Quranda yəni məhz bu adla çağırılır. Necə ki Allah Taala buyurur: "Mə kənə Muhammedun əbə əhədin min ricalikum." Muhammed sallallahu aleyhi ve sellem sizlərdən heç kəsin atası deyildir. Və həmçinin Allah Taala buyurur: "Və mə Muhammedun illə rasulun qad xalat min qablihi rusul."
Muhammed sallallahu aleyhi ve sellem yalnız rəsuldur. Bundan qabaq da rəsullar keçmişdir. Həmçinin Allah Taala buyurur: Muhammedun Rasulullah vellezine ma'hu eşiddə alel kuffar. Muhammed Allahın rəsuludur və onunla yanaşı olanlar kafirlərə qarşı şiddətlidirlər. Əl-əyə. Fəhəzə əşhur əsməihi sallallahu aleyhi ve sellem və mənahu və budur, yəni ən məşhur adlarındandır Peyğəmbərin Muhammed sallallahu aleyhi ve sellem. Mənası isə nədir? Əlləzi yuhməd əksər mimmə yuhməd qeyruhu. Yəni həmd edir, başqasından daha çox həmd edir. Yox, daha çox təriflənir. Və huwa aləmun muştaqqun minət təhmid. Bu təhmid sözündən alınıb, yəni tərif demək, həmd etmək. Həmçinin, yəni Muhammed sallallahu əleyhi və səlləm peyğəmbərin deyir, yəni təriflənən, yəni bir çox xislətlərinə görə bu ad verilib. Ləqəbi isə Əbul Qasimdir. Atasının adı Abdullahdır və atası Zəbih Hüsəni, ikinci Zəbihdir, yəni birinci İsmaildir, yəni nəsildə olan. Zəbih, yəni qurban üçün nəzərdə tutulan deməkdir. Hansı ki, onun da fidyəsi 100 dəvə oldu. Yəni 100 dəvə qurban kesildi onun üçün. Necə ki, İsmail əleyhissalam üçün qoç kəsilmişdi. Demək, Muhammed ibn Abdullah ibn Abdülmuttalib. Abdülmuttalib adı Şeybədir, babasıdır Peyğəmbər sallallahu aleyhi ve sellemin. Demək ki, İnni mənsumiyyə bi Abdülmuttalib. Nəyə görə Abdülmuttalib adlanıb Şeybə olaraq? Ləənnə ammuhu əl-Muttalib. Çünki onun əmisi Əl-Muttalib Məkkəyə gəlir, yəni səfərdən gəlir. Bu isə onun arxasında, yəni minikdə olur və o səfərdə rəngi dəyişmişdi, qaralmışdı. Elə hesab etdilər ki, bu onun quludur. Fəqalu həzə Abdülmuttalib və dedilər ki, bu Muttalibin quludur. Və bu ad o səbəbdən onun üzərində qaldı. Yəni qaldı və elə də başladılar çağırmağa. Yəni uşaq böyüdü, yəni yaşdaşdı, elə adı Abdülmuttalib qaldı. Halbuki Şeybədir adı. Sonra deyir ki, Həşim isə əsl adı Amrdır. Yəni Həşim Qureyşdəndir. Necə ki, Abdülmuttalib İbn Həşimdir də deyirik, hə? Ulu babası Həşim. Həşim isə sıyıq bişirən deməkdir. Yəni əsl adı isə Amrdır. Yəni çünki o da zəvvarlara nədir? Sıyıq bişirən idi. Qureyş isə Nadırdır. Bənu Nadır deyirlər, yəni Qureyşə. Finnə ileyhi cimə Qureyş, çünki bütün Qureyş yəni bu ada toplanır, yəni Nadır adına. Və la xilafə beynəl uləmə ənə Həşmən İbnu Abdülmanaf. Və alimlər arasında heç bir ixtilaf yoxdur ki, Həşim Abdülmanafın oğludur və adı isə Abdülmanafın Əl-Muğirə ibn Qusaydi, İbn Kiləb, İbn Kəb, İbn Lüey, İbn Qalib, İbn Fəhr, İbn Məlik, İbn Nadır. Nadır da İbn Kinanədir, İbn Xuzeymə, İbn Mudraka, İbn İlyas, İbn Mudar, İbn Nəzzər, İbn Mə'd, İbn Adnan və mə fəvqəhu fihi xilaf. Yəni bura qədər ixtilaf yoxdur. Bundan o tərəfəsi isə, yəni nəsildə alimlər ixtilaf edib hansılar gəlir. Sonra deyir ki, vəl-ərəb huna əl-murad bihi əl-musta'rabə. Sonra deyir ki, müəllif adları sadalayandan sonra deyir ki, Qureyş də ərəblərdən sayılır. Qureyş ərəblərdən sayılır. Ərəb burada qəsd olunur, yəni musta'rabə. Yəni ərəb çünki iki cürdür. Əsli ərəb olanlar hansı ki, bunlar Qahtan qəbiləsidir. Bir də Adnan qəbiləsi var, hansı ki, bunlar ərəbləşmişlərdir. Yəni İsmail əleyhissalamdan gələnlər hansılardır? Ərəbləşmişlərdir. Əsli ərəblər deyil. Yəni sonradan yəni qarışıqlar da, yəni. Və hum afdal minəl ərəbil aribə. Əsli ərəblərdən deyir, yəni bu musta'rabə ərəblər daha üstündür. Çünki nədir? Peyğəmbər sallallahu aleyhi ve sellem məhz bunların içindən çıxıb. İnnallah istəfə bəni İsmail minəl ərəb. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə buyurur ki, Allah Taala deyir, İnnallah istəfə bəni İsmail minəl ərəb. Ərəblər içindən Bəni İsmaili
Allah Taala üstün etdi. Yəni bütün ərəbləri yox, məhz İsmail nəvələrini üstün etdi ərəblər içindən. Vastəfə min bəni İsmail kinənətə. Sonra onların içindən Bəni Kinənəni üstün etdi. Yəni Kinənəyə bağlı olanları. Vastəfə min Kinənəti Qureyşən. Kinənədən də Qureyşi üstün etdi. Vastəfə min Qureyş Bəni Həşim. Qureyş də hamısı tam yox. Qureyşin də Bəni Həşimləri, Həşimdən gələnləri. Vastəfəni min Bəni Həşim. Və Bəni Həşimdən də, yəni Həşim övladlarından da, yəni məni seçdi. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmi və mən deyir xeyirlilərin içindən xeyirlisiyəm. Və qalə Əbu Sufyan, necə ki Əbu Sufyan Heraklə demişdi, Herakl ondan soruşanda ki, bunun soyu nədir? Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmdən soruşanda Herakl Peyğəmbər sallallahu əleyhi və səlləm haqqında Herakl Əbu Sufyandan soruşanda deyir ki, huwa finə zu nasabin. O içimizdə, yəni gözəl nəsəb sahibidir. Yəni nəsli zadı nəcabəti var, yəni kökü var. Və Herakl də nə deyir? Və həkəsə rusul. Və bütün rəsullar da deyir belə olur. Hamısının soyu təmiz olur. Tub'asu fi ənsəb qavmihə, yəni fi əkrəmihə əhsəbən. Yəni eləcə də bütün peyğəmbərlər öz qövmünün ən təmiz nəslindən göndərilir. Ən hörmətlisindən. Yəni ən hörmətli nəsildən çıxır peyğəmbərlər. Sonra deyir ki, bura qədər yəni dedik ki, ixtilaf yoxdur. Həmçinin yəni İbrahim əleyhissalamın əsli Səm ibn Nuhdan gəlməsi, bu da məşhurdur. Arada olan isə məlumat, yəni zəifi də var, səhihi də var, ixtilafdır. Sonra deyir ki, Vulida aleyhissalatu vesselam yevm-i sneyn. Və Peyğəmbər sallallahu aleyhi ve sellem birinci gündə olmuşdu. Səniyə aşər Rabi'l əvvəl, Rabi'l əvvəlin 12-si fil ilində. Və fihi bu'isə və fihi uricə bihi iləs-səmə. Və həmin o birinci gün ümumiyyətlə hadisələr çox olub Peyğəmbər sallallahu aleyhi ve sellemlə bağlı. Birinci gündə olmuşdu. Birinci gün ona peyğəmbərlik verilmişdi. Birinci gün, yəni meyrac olunmuşdu səmaya. Həmçinin Mədinəyə də birinci gün hicrət etmişdi. Və fihi tuvuffiyə salavatullahi və salamuhu aleyhi və Mədinədə də yəni vəfat etmişdi Peyğəmbər sallallahu aleyhi və səlləm. Deyir ki, zəlikə yevmə vulidtu fihi və unzilə aleyyə fihi. Və deyir, bu gün, yəni birinci gün, mən doğulduğum gündür və mənə Quran nazil olan gündür. Sonra deyir ki, وَارْتَجَسَ لِمَوْلِدِهِ sallallahu aleyhi ve sellem el-divanu Kisra ve hamidatın niran ve kharra kesir minel asnam ve zahara nuru ma'hu hatta adaat lehu qusur Şam. Deyir ki, doğulduğu anda, doğulduğu günü, həmin gün nə baş vermişdi? Peyğəmbər sallallahu aleyhi ve sellem doğulduğu günü Kisra'nın altındakı taş sirkələnmişdi. Yəni Kisra nədir? Farsların başçısı. Və odlar deyir sönmüşdü. Oda ibadət edənlərin, yəni odları sönmüşdü. Və bir çox bütlər deyir aşmışdı. Və deyir, onun nuru deyir, yəni Şamın qəsrlərini işıqlandırmışdı. Yəni onun doğuluşu ilə, yəni bu hadisələr baş vermişdi. Və cərə min muacizəti əyyəti qeyru zəlik. Və onun deyir, yəni başqa digər, yəni ayətləri və möcüzələri də var. Və tuvufiyə əbuhu və huve həmlun. Atası deyir, o doğulmamış, yəni ana bətnində olanda vəfat edir. Və kənə indəhu cədduhu. Yanında deyir, babası olur, babasının tərbiyəsini alır. Sonra ondan sonra Abu Talib əmsi götürür öz öhdəliyinə. Və təzəvvəcə Xədicətə və ləhu 25 sənə. Və sonra deyir, böyüdükdə, yəni Xədicə radiyallahu anhə ilə evlənir 25 yaşında. Bütün övladları da İbrahimdən başqa hamısı ondandır. İbrahim əleyhissalam, yəni Qibti Mariyadan da. Kəbənin yəni tikilişində müşahidə edib, yəni uşaqlığında görüb, və kən yüsəmməl əl-əmin və əmin olaraq ləqəb almışdı, adlanırdı. Yəni Muhammed Əmin deyilirdi. Hələ peyğəmbərlik verilməmişdən öncə.
Sonra deyir ki, وَلَهُ مِنَ الْأُمُرِ سَلَاسٌ وَسِتُّونَ سَنَةً və yaşı deyir, yəni Peyğəmbər s.ə.v yaşı nə qədərdir? 63 yaş yaşayıb. Bu deyir, yəni cümhur elm əhli, yəni sirə barəsində, Allah Rəsulü s.ə.v sirəsi barəsində yazanlar, yəni bunu qeyd etmişdir. Sonra deyir ki, minhə ərbəuna qablə nubuvvə və deyir, bu deyir, yəni 63 ilin 40 ili peyğəmbərlik verilməmişdən qabaqki dövrdür. Və nubuvvə min nəbə, sonra peyğəmbərlik, nubuvvət sözünün mənası nədir? Min nəbə və huvəl xəbər. Nəbə sözündən götürülür. Nəbə də yəni xəbər deməkdir. Yəni vacib olan, möhtəşəm olan bir xəbərə deyilir nəbə. Yəni, nubuvvət də, peyğəmbərlik də, nəbilik də sözün kökü buradandır. Lənnəhu yuxbiru anilləhi. Çünki deyir, o Allah barəsində, Allahdandır xəbər verir. Yəni, Allahdan alan məlumatı xəbər verir. Yəni, möhtəşəm bir xəbər verir. Və yaxud başqa cürdə deyilir nubuvvət sözünə. Nubvatun sözündən götürülüb. Nubvatun sözünün mənası nədir? İrtifə, ucalıqdır. Yəni, nubvə ya xəbərdir mənası, kökü, sözün kökü, ya da ki, ucalıqdır. Ucalıqın da mənası burada nədir? Peyğəmbər s.ə.v dərəcəsinin ucalığından söhbət gedir. Yəni, ümumiyyətlə, Peyğəmbərlərin dərəcəsinin uca olmasına görə yəni, bir məna da odur. Yəni, iki təfsiri var sözün. Bir təfsiri nubuvvət sözünün odur ki, möhtəşəm xəbər çatdırandır Allahdan. İkinci mənası odur ki, ucadır. Yəni, şəyini ucadır. Bu da bütün Peyğəmbərlərə aiddir. وَإِنَّمَا كَانَ كَذَلِكَ لِأَنَّهُ ارْتَفَعَ عَلَى غَيْرِهِ. Bu deyir, ona görə sayılır. Çünki digər insanlardan rütbəsi, dərəcəsi üstün olduğu üçün. Ona görə Peyğəmbər deyilirdi ona, bizim dildə. Deyir ki, وَسَلَاسُونَ وَعِشْرُونَ نَبِيًّا رَسُولًا. Ondan sonra 23 il Peyğəmbər s.ə.v Peyğəmbər və Rəsul olaraq yaşamışdır. Yəni 40 ildən sonra Peyğəmbər və Rəsul olaraq yaşamışdır. Nubbiyə bi iqra və ursiləl bil muddəsir. Və Peyğəmbərlik verilmişdi iqra ayəsi ilə, iqra bismi rabbikəl-ləzi, iqra bismi rabbikəl, Muddəsir surəsi ilə isə risalət verilmişdi, rəsulluq verilmişdi. Demək deyir ki, və nəbi insanun zukira, insanun zəkərun, Peyğəmbər kimə, nəbi kimə deyilir? Nəbi deyilir, yəni kişilərdən olan bir insandır, yəni kişi cinsində olur, mütləq ki, Peyğəmbər qadınlardan olmur, kişi olur. Uhiyə iləyhi bişər və ona şəriət vəhi olunur, şəriət vəhi olunur. Vəlləm yu'mər bit-təbliğihi. Lakin bunun təbliğatı əmr olunmur. Təbliğat da əmr olunursa, artıq nə olur? Rəsul. Demək, nəbi o kəsdir ki, ona şəriət vəhi olunur. Yəni, ola bilər bundan qabaqki şəriət olsun və ona vəhi olunsun o şəriət. Amma təbliğat aparmaq, təbliğ olunması əmr olunmur. Bu, kimlərə əmr olunur? Rəsullara. Yəni, rəsulun vəzifəsidir. Və beynəhumə umumun və xüsusun fər-risalə əmmu min cəhəti nəfsihə. Və aralarında ümumi və xüsusi cəhətlər var. Çünki risalət deyir, özü özlüyündə deyir, daha genişdir dairəsi. Necə ki, İslam demişdik, risalət dairəsi öz-özlüyündə daha genişdir. Nəyə görə? Çünki hər rəsul həm də peyğəmbərdir. Amma hər peyğəmbər rəsul deyil. Demək, risalətin içinə həm risalət daxildir, həm başqa şeylər. Peyğəmbərlik, nəbilik. Amma nəbinin içinə risalət daxil deyil. Aydındır. Demək, bu cəhətdən risalət daha genişdir. Amma şəxsləri daha azdır. Çünki rəsullar peyğəmbərlərdən daha azdır. Necə ki, iman İslam məsələsi kimi keçmişdik, onun kimi. Deyir ki, Unzilə aleyhi yevm isneyn. Yəni, ayə nazil olub, bayaq dediyimiz birinci gün. Burada heç bir ixtilaf yoxdur. Və məhşur ənəhu ən unzilə aleyhi fi Ramadan li qari Hira. Və məşhur da odur ki, ilk nazil olunan Ramazan ayında olub, Hira mağarasında bu ayələr nazil olub. İqra bismi rabbikəl-ləzi xaləq, xaləqəl insənə min aləq.
İqra, oxu, Allahın adıyla, bismi rabbik, Rəbbinin adıyla oxu. Əlləzi xaləq, hansı ki səni yaratdı. Xaləqəl insənə min aləq. İnsanı laxtalanmış qandan yaratdı. Aləq nədir? Laxtalanmış qan. Və fihə ət-tənbih alə ibtida xalqil insan min aləqa. Və burada bir işarə var nəyə? İnsanın ilk yaranmasının, yəni laxtalanmış qandan baş verməsi. Və xussəl insan limə əvdəhu minəl əcəibil əyətihi və min kərəmilləhi. Və nəyə görə insan xüsusiləşib bu ayədə? Çünki insanı, yəni Allah Taala çox qəribə formada, çox belə möcüzəvi formada yaratmış və onu şərəfləndirmişdi. Yəni onu şərəfləndirmişdi elmlə, başqasına vermədiyi bir elmlə. Onu gördü ki, alləməl insənə mə ləm ya'ləm. Bilmədiyi şeyi ona öyrətmişdi. Yəni bir çox məxluqa öyrətmədiyini ona öyrətmişdi, yəni. Vəl ilmu təratan yakunu fil əsən və təratan fil lisan və təratan fil kitab vəl bunan. Vəl həz qalə iqra və rabbukal əkram. O səbəbdən də deyilir ki, iqra və rabbukal əkram əlləzi əlləmə bil qaləm. Yəni elm bəzən deyir zehniyyətdə olur, bəzən deyir dildə olur, bəzən də yazılışda, yazı ilə olur. Yəni əzalarla olur. Və o səbəbdən də Allah Taala buyurur: "İqra və rabbukal əkram." Sən oxu və Rəbbin deyir ən deyir kəramətlidir. Hansı ki, əlləzi alləmə bil qaləm. İnsanı deyir alləmə bil qaləm. Qələmə öyrədib, yəni bu elmi verib ona. Alləməl insənə mə ləm ya'ləm. İnsan bilmədiyi şeyi ona öyrədib. Və raca bihə və yercifu fuaduhu fəqalət ləhu Xadicə vallahi la yuxzikallah. Və deyir, bunu eşidən Peyğəmbər sallallahu aleyhi ve sellem qayıdır evə, qorxaraq, qəlbi titriyərək və zövcəsi Xədicə radiyallahu anhə deyir ki, vallahi Allah səni deyir biabır etməz. Və bu barədə deyir, öz qardaşı Varaq ibn Nufələ xəbər verir. O da deyir ki, bu deyir, namusul əkbərdir deyir. Əkbər yəni böyük namusdur. Hansı ki deyir Musa əleyhissalama da gəlmişdi. Yəni vəhyi çatdıran Cəbrail əleyhissalam yəni. Sonra deyir ki, risalət verilir Muddəssir surəsi ilə. Yə əyyuhəl muddəssir. Muddəssir nədir? Yəni İqra bismi rabbikəlləzi xaləq ayəsi, yəni bu 5 ayə nazil olandan sonra bir müddət ona vəhiy gəlmir. Birbaşa vəhiy gəlmir. Bir müddətdən sonra Muddəssir surəsi gəlir. Nazil olur Muddəssir surəsi. Muddəssir surəsinin mənası nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm qorxudan qaçır, üstünü örtür, bürüyür özünü, bürünmüş. Muddəssir nədir? Bürünmüş. Və Allah Taala ona belə müraciət edir. Yə əyyuhəl muddəssir. Ey bürünmüş. Hə? Thumma hammal vahyə və tətəbə. Ey bürünmüş, dur və neynə? Öz qövmünü çağır. Öz qövmünü çağır. Yəni ilk əmr nə olur onun üçün? Risalətdə təbliğ etmək. Ona görə deyilir ki, Muddəssirlə təbliğat başlayır, risalət başlayır. Aydındır. Və bundan sonra yəni vəhiy ardı kesilmədən davam edir. Yəni bir müddət bundan qabaq vəhiy kesilir, Muddəssir nazil olmamışdan qabaq. Hətta o dərəcəyə gəlir çıxır ki, şək şübhə eləyir Peyğəmbər sallallahu əleyhi və səlləm ki, yəni bu birincilər nə idi ki? Arada xeyli vaxt keçdi, heç nə gəlmədi. Ondan sonra ardı kesilmədən yəni vəhiy nazil olur. Və kan əvvəl mə unzilə aleyhi ba'dəl fətratil vəhiy və o uzun müddətdən sonra ilk nazil olan həmin bu surədir. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ondan sonra nə edir? Əzmkarlıq göstərir dəvətdə. Sonra deyir ki, və ursilə bil muddəssir və bələduhu Məkkə. Və yaşadığı ölkə deyir, nədir? Yaşadığı şəhər nədir? Məkkədir. Hicrət isə eləyib hara? Mədinəyə. Yəni bu məlumatı Peyğəmbər sallallahu əleyhi və səlləm barəsində bilmək nədir? Vacibdir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləmi tanımaq lazımdır. Hə? Peyğəmbərini tanımayan deyirlər müsəlmandır indiki zamanda bəziləri. Amma Peyğəmbər sallallahu əleyhi və səlləmi tanımaq lazımdır. Hətta bu yəni məlumat önəmli məlumatlardır. Bəsit bir məlumatdır. Yəni ən bəsit məlumat hansı ki Peyğəmbər sallallahu əleyhi və səlləmdən barəsində bilmək vacib olan nədir? Onun adıdır, soyudur. Onun yaşıdır, harada yaşayıb, hara hicrət edib, haçan ona nazil olub vəhiy, nə nazil olub ona vəhiydən,
Yəni aydındır, bu şeylər yəni vacibdir, bilinəsi vacib olan şeylərdir. Və deyir ki, Məkkədə doğulur, bir müddət yəni göndərilir, yəni tərbiyə üçün hansısa qəbilələr, sonra tezdən qaytarılır və Məkkədə 13 il dəvət edir. 13 il Məkkədə, yəni vəhy nazil olandan sonra 13 il orada dəvət edir. Sonra deyir ki, hicrət edir. Bə'də ən həmmu bi qatlihi sallallahu aleyhi və səlləm fətəğayyəbə fil qar. Və nə vaxt ki, onu öldürmək niyyətlənirlər, hicrət edir. Yəni, bir müddətin mağarada keçirdir, gizlənir. Sonra Əbu Bəkirlə hicrət edir Mədinəyə. Və zəlikə bə'də ən bəyyəuhu sallallahu aleyhi və səlləm alə nusrəti vəl muazərə. Və bu da nə vaxt ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə ənsarlar beyət edirlər. Mədinədə onu çağırırlar, beyət edirlər, yardım etməkdə. Və ona görə ənsar adlanır. Nusrəyə görə, yəni nusra nədir? Yardım. Və urrixət əl-ümmə min muhacirihi. Və ümmət də tarixini yazır Peyğəmbər sallallahu əleyhi və səlləmin hicrətindən. Ona görə yəni ümmətin tarixi haçandan yazılır? Peyğəmbər sallallahu əleyhi və səlləmin hicrətindən. Yəni ilk il, ümmətin ilk ili Peyğəmbər sallallahu əleyhi və səlləmin hicrət etdiyi ildir. Aydındır bu. Nə qədər getdi? Cənab inşallah burada gələn dəfə bu yerindən davam edərik. Subhanakallahumma və bihamdikə əşhədu an la ilaha illə əntə əstəğfiruka və etûbü ileyk.